Bugün çok dadlı kurabiyeler hazırladım. Hem asan başa geldi, hem az erzak istifadə olundu, hem de çok dadlı alındı. Gəlin başlayaq. Əvvəlcə qabın içərisinə 3 stəkan un, 1 çay qaşığı dolu darçın və kərə yağını əritdim, əlavə etdim, əlimlə umaç halına saldım. Daha sonra üzərinə şəkər tozu, qatığın içərisinə soda və sirkə əlavə etdim, qarışdırdım, xəmir içərisinə tökdüm. Ən sonda isə 2 stəkan un da əlavə etdim, yumuşaq, ələ yapışmayan, plastilin kimi xəmir yoğurdum. Xəmirdən balaca kökələr qopartdım, əlimdə dairə formasına saldım və videoda gördüyünüz kimi üzərindən əlimlə bastım və soba listinə yığdım. Sobada 170 dərəcədə bişirdim. Hem çok dadlı alındı, hem çok yumuşaq alındı, hem de bu kurabiyenin tərkibinə yumurta getmir. Bunu övladlarımızın çantalarında qoya bilərik və yaxud da ki, hazır servis edib süfrəyə qoya bilərsiniz. Məndə şokoladlı krem var idi, özüm hazırlamışdım, ona batırdım. Daha sonra qoz qırıntılarına batırıb süfrəyə təqdim etdim. Çox dadlı alındı.